Salam aleyküm şeyx. Və aleykum salam. Bəziləri sizin cümə məsələsi haqqında olan mövzunuzda elə təqdim edirlər ki, siz sanki deyirsiniz ki, cüməyə gəlməsən də olar. Bu barədə mövqe verin. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə mən lə nəbiyyə və nəbiyyə. Cümə vacib ibadətlərdən biridir. Bunu tərk eləmə. Xüsusən əgər imkan varsa. Mən heç vaxt deməmişəm ki, cümə azanın eşitmirsənsə gəlmə. Yox, cüməyə gəlmək lazımdır. Hətta lazım sözünə görürsən bəzi cahillər ilişir. O alimlərdən eşitmişik, belə deyəndə. Bu 6-cı məsələ deyil usulda. Haram, halal, məkruh, məndub və s. Bu şeyxlər, alimlər işlədirdi belə bu cür cavablarda. Səbəb nədir? Cahillik. Cahillik, yaşın balaca olması, yeri bilməməyi və s. Mən heç kəsə deməmişəm ki, cüməyə azan eşitmə gəlmə, otur evdə. Sadəcə burada söhbət gedir, kimlər ki gələ bilməsə. Azanı eşitmirlərsə, o azanı eşitməklə, eşidənlə eşitməyənin arasında fərq var. Fərq var. Çünki bütün o dəlillər ki var, hamısı azana qayıdır. Eşitməyə, eşitməməyə. Amma başa düşmək lazımdır. Lakin bu demək deyir ki, cüməyə eşitməsində azanın gəlmə. Otur məsələn evdə, cümə vaxtı, gəlmə nədir, azanı eşitmirsən. Gəlmək lazımdır. Vacibdir səni gələsən. Həm cəmaatla bir yerdə olmaq, həftədə bir dəfədir. Aydındır. Amma o ki, o danışır kimsə, bunların heç bir əsası yoxdur. Heç bir əsası, amma alimlərdən deyən olub, bəli. Alimlərdən deyən olub ki, azan eşitmək şərtdir, bəli. Amma yenə o alimlər demir ki, yəni gəlmə. Belə deməklə də, hətta belə demir, belə mövqeyləri, bu cür deməkləri, o demək deyil ki, gəlmə cüməyə. Yəni, onlar səhv başa düşüb, səhv təqdim edirlər. Aydın qardaşlar, bəli.